istehsalçıların, rejissorların, senaristlərin öz güclərindən çəkdikləri, çəkəbildikləri filmlər, bunlar hamısı müstəqil kinoya daxildir və bizim dəyərləndirməyə götürdüyümüz filmlərin böyük əksəriyyəti müstəqil işləridir. Bu nominasiyada da ən çox bol toplamış 6 nəfər namizəd vardır. Diqqət, namizədlərin adlarını səsləndirirəm. Apatiya 1, bəstəkar Əflatun Abdullayev. İtən Gündəlik, bəstəkar Sədaqət xanım Kərimova. Səma ilə Görüş, bəstəkar Ruhin Məmmədov. 21-ci Möcüzə, bəstəkar Rüstəm Zeynallı. Tağıyev Neft, bəstəkar Etibar Əsədli. Və nəhayət Tənha İnsanın Monologu, bəstəkar Azər Hacı Əskərli. Qalibi elan etmək üçün kino tənqidçi, Gildiyanın idarə heyətinin üzvü, Rusiya Kino Tənqidçilər və Kinoşünaslar Gildiyasının üzvü, Cənubi Qafqaz Region Kinematografiyası üzrə ekspert Ülvi Mehdini təqdim edir. Qalib, diplom, ən yaxşı musiqi əlli, Sədaqət Kərimova İtən Gündəlik. Qalib, etnografik motivlərin məişət zəminində emosional ifadəsinə görə. Təşəkkür ediyorum. Sədaqət xanım bəy. Çok kövrəldim ki, bizim filmimiz diqqəti cəlb elədi. Musiqi həlli əlbəttə bizdən ötürü çox önəmliydi. Dəyər verdiğiniz için çok sağ olun, minnətdarlıqlarına deyirəm. Biz minnətdarıq, təşəkkür Sağ edirik. olun.